İslam ordularının kör edilməsi. 640-cı ildə ərəblər Misri fəth eləyəndən sonra cənuba irəlilədilər və Sudandakı Makuriya krallığına hücum elədilər. Bilirsiniz ki, Efiopiya bu gün belə xristiandır və Efiopiyanın ətrafında da xristian dövlətçiliklər var idi ki, həmin o dövlətlərdən biri də Makuriya krallığı idi ki, onların hökmdarı Qaldrut ərəblərin qarşısına çıxdı. 20 minlik ərəb ordusu onların paytaxtı Danqolaya irəlilədi, fəqət 12 minlik Nubiyalı oxçu tərəfindən darmadağın edildilər. Nubiyalılar çox güclü idi, çünki oxçu olaraq həm Misirdə, həm də Kuş krallığında uzun illər xidmət göstərmişdilər. Yəni 2000-3000 illik bir oxçu ənənəsi var onlarda. Həminki oxçular o qədər ərəbləri oxladılar ki, ərəblərin çoxu kor oldu, bəziləri yaralı qaldı. Və beləliklə ərəb ordusu geri çəkildi məğlub halda Misirə. 10 il sonra yenidən hücuma keçdilər 651-də. Fəqət yenə məğlub edildilər. Düzdür, bu savaşda biraz üstünlük göstərdi ərəblər, çünki zirehlə gəlmişlər və mancanaqlarla gəlmişlər. Hətta Danqola şəhərinin mərkəzindəki kilsəni də vurub dağıda bildi ərəblər. Fəqət daha sonra Nubiyalı oxçular yenə ərəbləri məğlub elədilər. Və beləliklə Makuriya krallığı və İslam xilafəti arasında sülh imzalandı və bir-birinə hücum etmə paktı imzalandı ki, bu pakt dünyadakı ən uzun müddətli müqavilələrdən biridir, çünki 600 il tərəflər bir-birinə hücum etmədilər. Nə vaxt ki, türklər Misirdə hakimiyyəti tutdular, Makuriya krallığı bunu tanımadı və paktı pozaraq Misirə hücum elədi. Buna cavab olaraq da Misirin məşhur hökmdarı, hansı ki Monqollar da Əyincəllus savaşında məğlub eləmişdi, Sultan Baybars ordusu ilə irəlilədi düz Makuriyanın mərkəzi Danqolaya. Bu səfər də Nubiyalı oxçular bacardıqlarını eləməyə çalışdılar, amma qarşılarındakı türk məmlük əsgərlərinə qarşı heç bir varlıq göstərə bilmədilər. Niyə? Çünki türk məmlük əsgərləri də çox yaxşı oxçu idilər, həm də yaxşı zirehləri var idi. Üstəlik də onları idarə edən Sultan Baybars idi. Və beləliklə tarixin ən yaxşı oxçularından biri olan Nubiyalı oxçular darmadağın edildi.